Benim oğlum fikirləşində nə hərbçidir, nə çarıqçı. Atası 15 il rəhmətə gedib. Tənha ananı, 68 yaşında tənha ananı qoyub, könüllü bu adam gedib. Bu getməz. Ananı qoyub heç ara getməz. Bunu mələklər götürüb apardı. Mən ona tam səmimi inanıram. Yəni, Allah dövlətimizi saxlasın. Allah İlham Əliyev saxlasın. İlham Əliyev cənabları kimi oğullar dünya gəlməyib. İndən sonra da elə oğul gəlməyəcək. Yəni biz dünyanı tərk edib geçsək də o biri dünya, bizim oğullarımızı dövlətimiz həmişə yaşadacaq, unutmayaq. Unutmayacaqlar, ona əminəm. Təşəkkür edirəm, Allah'ımıza sağlık versin. Sağ olun. Valalar. Allah sağlık versin. Değerli cumhurbaşkanımız, üzün, sədər dolu bir verilişimizin sonuna geldik. Hardansa bir cümle okumuştum, deyirlər ki, insan bilirsiniz ne zaman dünyasını dəyişir. Onu tanıyan ən axırıncı insan bu dünyadan köçəndə. Yəni onun haqqında söhbətlər gedir, onun xatirələri danışılır. Ölüm haqdır. Hamımız ölüm dadmalıyıq. Ancaq ölümlər də fərqlidir.